Sevilmək istəyirəm, dəyər görmək istəyirəm, yanımda biri olsun, qayğı göstərsin, mənə hədiyyələr alsın. Çox zaman münasibətə məhz bu istəklərlə başlayırsınız. Amma buna baxmayaraq siz istədiyiniz münasibəti heç vaxt əldə edə bilmirsiniz. Niyə? Çünki bu istəklər sizin daxili ehtiyaclarınızdır. Siz bu boşluqları doldurmaq üçün münasibətə başlayırsınız və düşünürsünüz ki, qarşı tərəf bu ehtiyacları dolduracaq. Amma boşluğu münasibətlə doldurmaq istədikdə fərqində olmadan yanlış insanlara yönəlirsiniz. Münasibətdə daha yüksək duyğular yaşamaq əvəzinə daha aşağı emosiyalar yaşayırsınız. Heç bir şey gözlədiyiniz kimi alınmır. Ən əsası isə münasibətdən enerji almaq əvəzinə münasibətdə daha çox enerji xərcləməyə başlayırsınız və təkcə münasibət yox, həyatınızın digər sahələri də bundan zərər görür. Halbuki sağlam münasibət tam əksidir. Sağlam münasibətdə siz özünüzü günahkar hiss etmirsiniz, ayıb və utanc içində olmursunuz. Əksinə, münasibətdən enerji alırsınız, həzz almağa başlayırsınız, həyatınız daha rəngarəng olur. Əgər siz də sağlam münasibət qurmaq istəyirsinizsə, mənə yazın.